Bu sualın üzərində həm doğru cavab yoxdur, həm də watermarker yoxdur deyə buna baxırıq. 16-cı sualda birbaşa baxırıq. Müqayisə cədvəlinə və nümunələrə əsasən doğru və ya doğru fikirləri, yəni uyğun fikirləri tapaq. Birinci üçbucaq işarəsi olan cümləmiz belədir ki, əgər onlarda sənin düşündüyün məlumat varsa, narahat olmağa ehtiyac yoxdur. Burada şərt budaq cümləsidir. İkinci cümlədədir, haradakı insanlara qarşı sevgi yoxdur, oradan uzaqlaşmaq lazımdır. Bu yer budaq cümləsidir. İndi yenə baxırıq. Həm budaq cümlənin, həm baş cümlənin tərkibində suala cavab verməyən cümlə üzvü var. Vardır, yoxdur, lazımdır. Bu bir, hər iki fikir cümlə üçün uyğundur. Ona görə yanlışdır. 2. Budaq cümlə baş cümləyə tabelilik bağlayıcısı və şərt çəkilicisi ilə bağlanıb. Tabelilik bağlayıcısı əgərdir, şərt çəkilicisi də məlumat varsa, sadır. Şərt çəkilicisi kimi götürə bilmərik bunu. Çünki burada var feil olmadığı üçün şərt çəkilicisi deyə bilmərik buna. Bu da yanlışdır. 1-2 yanlışdır. Keçək 3-ə. Kvadrat olan cümləyə deyir ki, budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıb, harada, oradan. Baş cümlənin tərkibində ikinci dərəcəli üzv iştirak etməyib. Oradan uzaqlaşmaq lazımdır, haradakı insanlara qarşı sevgi yoxdur. Uzaqlaşmaq lazımdır, nədir? Uzaqlaşmaq lazımdır, ikinci dərəcəli üzv oradan. Burada var, 4 belə baxıram ki, yanlışdır. Yəni 3 doğrudur. 4-də deyir, baş cümlənin tərkibində ikinci dərəcəli üzv iştirak etməyib. Uzaqlaşmaq lazımdır. Haradan? Haradakı insanlara qarşı sevgi yoxdur. Haradan uzaqlaşmaq? Oradan uzaqlaşmaq lazımdır. Bu feili tərkibin, feili birləşmənin, yəni tərkibin daxilində götürülür. Ona görə bəli, ikinci dərəcəli üzv deyil. 3-4 doğrudur. 5-ə baxaq, ortaq deyir. Baş cümlədə həm ismin, həm feilin xüsusiyyətini daşıyan sözdən istifadə olunmuşdur. Baş cümlədə bəli, uzaqlaşmaq sözü var. İsmin və feilin xüsusiyyətini daşıyan sözdür. Budaq cümlədə, birincidə də baxaq görək, mən narahat olmağa ehtiyac yoxdur. Burada da feil birləşmə, yəni məsdər birləşmə vardır. Budaq cümlədəki təyin ismi birləşmə ilə ifadə olunmuşdur. Budaq cümlədəki təyin insanlara qarşı sevgi yoxdur. Nə yoxdur? Sevgi yoxdur. Burada ortaq olaraq burada təyin yoxdur. Birincidə sənin düşündüyün məlumat, hansı məlumat sənin düşündüyün burada vardır. Yəni bu ikisinə də ortaq deyil. Ona görə də doğru cavabımız 3, 4, 5 olacaqdır.